Hər kəs salam dostlar. Bugün sizlərə ixtisas seçimində faydalı olacaq bir sayt təqdim etmək istəyirəm. İlk öncə bu bizim ana səhifəmizdir. Burada da qeyd etdiyim kimi 2010-2025-ci illərdə qəbul olmuş 600 mindən artıq abituriyentin məlumatını toplamışıq və onları analiz etmişik bu saytda. O məlumatlar da nələrdir? Hər qəbul olan abituriyentin hansı balla və hara daxil olduğu haqqında məlumatlar. Misal üçün deyirəm, filankəs 623 balla Bakı Dövlət Universitetinə riyaziyyatına tədris ingilis dilində qəbul olub. Misal üçün belə bir şey. Deməli, ana səhifəmizdə aşağı düşsəniz layihə müəllifləri haqqında da məlumat görə bilərsiniz. Bu da bir növ belə deyim, etibar qazanmaq üçün, yəni etibarlı olduğumuzu göstərmək üçün olan məlumatlardır. Təhsil məlumatlarımız, təcrübələrimiz. Deməli, ana səhifədən balını yoxlaya basıb keçid edirsiniz. Bu arada saytımız tamamilə ödənişsizdir hal-hazırda, qeydiyyat da tələb olunmur. Burada ixtisasını araşdır bölməsi var. Deməli, hazırda olan bu məlumatlar bütün universitetlər və ixtisaslar üçündür. Siz burada nə etməlisiniz? Filtrlərə basırsınız, oxumaq istədiyiniz universitet seçirsiniz. Misal üçün birinci qrup. Mən bakalavrda oxuduğumu seçəcəm, qoy rahat olsun məndə. Siz isə harda oxumaq istəyirsiniz, onu seçərsiniz. Deməli, Bakı Dövlət, riyaziyyat. Bir də bu yazıları çalışın düz yazın. Düz yazmayanda çıxmaya bilər. Əgər onda çətinlik çəkirsinizsə, belə yoxlaya seçə bilərsiniz aşağı eləyərək. Deməli, hazırda riyaziyyat seçdik. İstiqamət, riyaziyyat ixtisasının istiqaməti yoxdur, amma misal üçün regionşünaslıq kimi ixtisasların istiqaməti olur. Seçirsiniz ixtisasda misal üçün regionşünaslıq, istiqamət Amerika üzrə ola bilər, Koreya üzrə ola bilər və ya məşqçilik kimi digər ixtisasların istiqaməti olur. Tədris dili, mən ingilis sektorunda oxumuşam, ona görə ingilis sektoru seçəcəm. Təhsil forması, yəni regiondakı Bakı. İndi Bakı Dövlətin ancaq Bakıda filialı var deyə Bakı seçimi çıxır burada. Amma Pedaqoji Universitet kimi bəzi universitetlərdə digər filiallarda çıxa bilər. Maliyyələşmə isə burada hamısını seçəcəm ki, qoy hamısı haqqında məlumatlı olun. Demək olar, biz burada nə eləmiş olduq? Fərz edin ki, bir dənə abituriyent var. Bu il Bakı Dövlətdə riyaziyyat ixtisasına tədris ingilis dilində əyani formada qəbul olmaq istəyir. O girdi, burada filtrləri seçdi, filtrləri tətbiq etdi və aşağıda ona hansı məlumatlar görsənir. Minimum bal 515 bal olub. Yəni, keçən ilin keçid balı 515 bal olub. Siz bu informasiyanı belə deyək, keçən ilin abituriyent jurnalının 6-cı buraxılışından da görə bilərsiniz. Amma biz sizə burada nə veririk əlavə olaraq? Abituriyent jurnalında tapa bilməyəcəyiniz bir şey. Biz sizə keçən ilin ortalama balını da deyirik. Orta bal 559 olub. Maksimum balı isə keçən il o ixtisasa qəbul olunanların 626.9 olub. Bura gəldikdə isə burada görürsünüz qrafik var. Aşağıda yazıb 10 ballıq intervallar, 25 qəbul. Bu nə deməkdir? Yəni 25 nəfər həmin ixtisasa qəbul olub. Hansısa biri belə deyək, sütunun üstünə basdıqda, məsələn burada görürsünüz. Həmin o 25 tələbənin 3-ü 550-560 bal aralığında toplayıblar. Yəni bu informasiyalarda əlavə olaraq verilir. Bu dibin jurnallarında bunu tapa bilməzsiniz. Abituriyent jurnalında daha doğrusu. Aşağıda nə var? İllər üzrə dinamika, bütün illər. Burada indi biz seçdiyimiz il 2025 idi. 2025-ə basdıqda görürük burada minimum bal 515, maksimum 626 və beləcə də davam edir. Çox uşaq da, çox abituriyent də ixtisas seçimi edərkən yalnız keçən ilin uzağı bir o birisi ilində ballarına baxır, keçid balına ancaq. Burada isə siz nəinki keçid, həmçinin ortalama balda maksimum balı görə bilirsiniz. Həm də illər üzrə. Baxın, misal üçün, bunu qırağa çevirdikcə, basdıqca 2024-cü ildə belə olub, 2023-də belə olub, 2022-də belə olub, 2021-də isə, bu da elə mənim daxil olduğum il idi. Həqiqətən də bizim keçid balımız 595 idi, ən çox bal yığanımız isə 547 idi. Ortalamamız da burada görsəndiyi kimi 446 bal olub. Aşağı keçdikdə bu qrafikdə orta illik təhsil haqqı görsənir. Bu ixtisas, sizə burada diqqətinizi çəkim. Biz burada əslində datanı bayaq da demişdim, 2010-dan 2025-ə kimi toplamışıq. Amma bəzi ixtisaslar var ki, sonradan elan ediliblər, sonradan açılıblar. Həmçinin riyaziyyatın ingilis dilində tədrisi də 2017-dən bəri başlayıb Bakı Dövlətdə. Ona görə 2017-dən göstərir. 2017-də təhsil haqqı illik 1700 manat idi. Məsələn, mən öz girdiyim ildə 1800 idi, həqiqətən də bu belə idi, təsdiqləyirəm. 2025-də isə, yəni keçən il təhsil haqqı olub 2500 manat. Bir yəni də aşağı düşdükdə, burada görsəniz plan yerləri və dövlət sifarişli bütün illər.
Misal üçün 2025-ə basdıqda burada nə görürük? Plan yerləri olub 25, qəbul olanlar 25, yəni yerlərin hamısı dolub. Və pulsuz 25. Bu nə deməkdir? Yəni o 25 dənə qəbul olanın 25-də pulsuza girib. İndi mən sizə öz ilimdən misal verim. 2021-də plan yeri 25 idi. 25 nəfər qəbul olmuşdu və 24-ü pulsuza qəbul olmuşdu. Bu bir tələbəli xarici vətəndaş olduğu üçün dövlət sifarişli qəbul olunma bilməmişdi, belə deyək. Xarici vətəndaşlar pulsuz qəbul ola bilmir. Deməli, əgər həmin ixtisası seçəndən sonra bəyəndinizsə və yadda saxlamaq istəyirsinizsə, bunun nəyə görədir? Hər dəfə yuxarıda qalxıb filtrləri seçməyəsiniz deyə. Burada aşağıda siyah, baxın, yadda saxlaya basırsınız və burada aşağı sağ altda bir knopka var, görsəniz, bir düymə var. Ona basdıqda onu orada görəcəksiniz. İndi sizə onu nümayiş etdirmək üçün başqa bir misal da verim. Misal üçün, Bakı dövlətdə gəlin belə eləyək. Bu dəfə fizikanı seçdim. Tədris dili də olsun Azərbaycan dili. Filtrləri tətbiq etdik. Bu bizə hazırda fizika haqqında məlumat verir. Həmin indi seçdiyim ixtisas haqqında. Bunu da yadda saxladım. Misal üçün, o da düşdü bura. İndi mən aralarında rahat keçid edə bilirəm. Riyaziyyətə basanda riyaziyyətin informasiyası görsənir. Fizikaya basdıqda isə həmin o fizika Azərbaycan dilində tədrisin məlumatları görsənir. Həmçinin bu linki paylaşa basaraq linki keçid edib dostlarınıza da göndərə bilərsiniz. Bəli, əgər layihəni uğurlu hesab edirsinizsə, faydalı hesab edirsinizsə, daim ödənişsiz qalması üçün bizə burada Kofi al düyməsinə basaraq və ya kompüterdə daxil olmusunuzsa, bu QR kodu skan edərək, o da sizə həmin linkə göndərəcək, yardım edə bilərsiniz. Misal üçün, bastım buna, Kofi ala. Bu da mənim akkauntumdur. Burada 1-2 kofe var. Hər kofenin qiyməti 5 AZN dəyərində dəyərləndirilir. Nə qədər iyan etmək istəsəniz, o qədər seçərsiniz. Amma burada təbii ki, məcburiyyət yoxdur. Bu könüllü bir şeydir. Bizə dəstək olmaq istəsəniz edə bilərsiniz. Burada sonra e-mail daxil edirsiniz. E-mail daxil edəndən sonra bu knopka 10 AZN yazılan aktivləşəcək. İstəsəniz bizə mesaj da göndərə bilərsiniz təbii ki. Sonra ona basdıqdan sonra kart məlumatlarınızı daxil edirsiniz və bizə ödəniş daxil olacaq.